Bütün bizi izləyənləri salamlayıram. Yeni ildə hamınızı xoş gördük. Bugün klan haqqında danışacağım. Klana gələn kimi nə etmək lazımdır? Lig bölümünə daxil olursunuz buradan. Ödüllər bölümünü seçirsiniz. Ödüllər bölümünün yuxarısında gördüyünüz kimi top işarəsi var. Top işarəsinin altından da 3 xətt var. 3 xətə daxil olursunuz. Buradan Activate puanı seçirsiniz. Deməli, ilk həftədən bizə nə verir qarşı atakdan? 450 xal. Qarşı atakda xal gəlir. Təkə-təkdən gəlir 900 xal. Texnik direktor modundan gəlir 450 xal. Deməli, siz ən azından həftə ərzində 30 oyun oynamış olsanız qarşı atakda sizə artıq burada 450 xal yazılmış olacaq. Təkə-təkdə də həmçinin 30 oyun həftə ərzində, texnik direktor modunda da 30 oyun. Buradan ilk həftədən 5 dənə reklam izləyirsiniz. Buradan sizə 50 xal verir. 100 dənə oyuncu alırsınız. Buradan sadə oyunculardan fərq eləmir. 80-lıq, 85-lik. Buradan sizə verəcək 100 xal. Transfer bazar uzmanı 4-5 dənə adi oyuncu satırsınız. Buradan sizə 30 xal verir. Lig turnuva turnuvasından 30 xal verir. Nədir? Siz turnuva bölümündə oynamalısınız ki, sizə 30 xal versin. Təkə-tək harikasından gələcək sizə 100 xal. İlk həftədən oynamalısınız. İlk gündən qarşı atakdan 100 xal askəri, texnik direktor modundan 100, etkinlik mücadiləsi 30, bəcəri oyun uzmanı 50, mücadilə fatihi 75. Bu qarşı atakda təkə-tək harikasıdır. Bunlardan ikinci həftədən vermir. İkinci həftənin missiyası necə olur? Mən sizə deyim. İkinci həftədə gördüyünüz kimi 450 yazılmışsa artıq olacaq qarşı atakımız sizin 900 xal, təkə-tək deməli olacaq artıq 1800, texnik direktor modu olacaq 900, 450, 900, 450. Yəni bu qədər rahatdır. Deməli, daxil olursunuz burada siz bir oyun oynayırsınız. Mənim orada gördüyünüz kimi qarşı atakda 920 xalım var. Bax, bir oyun oynamışam, uduzmuşam orada. İndi ikinci oyunumuzu oynayacağıq bugün. İkinci oyunumuzu oynayacağıq canlı. Orada 920 puanın artıldığını göstərəcəm sizə. Təkə-təkdə də həmçinin. Yəni siz qarşı atakda çaşıb 100 oyun oynasanız belə, yenə sizə 450 xal verəcək. Bunun üçün siz öz xalınıza baxmalısınız. Artıq liqada gördüyünüz kimi siz o xalı qoyduğunuza görə artıq oynamağınıza ehtiyac olmayacaq. Əgər siz ulduzlara oynayırsınızsa, rank eləmək istəyirsənsə, o problem deyil. O sizin şəxsi işinizdir. Mən burada göstərirəm ki, yəni bunu eləmək mümkündür. Gəlib bəziləriniz klana daxil olursunuz, deyirsiniz ki, klan mənə şey vermir, deyirsiniz, xal vermir. Yəni mümkünsüz bir şeydir ki, verməsin. Qələbəyə daha çox xal verir, ucanda onun yarısı qədər verir. Hardan gəldi? Qapıya zərbə vurmayın. Burada məsəl üçün mən video çəkirəm. Biraz tələsdim bax. Onu qol vura bilərdim. Qapısı qaytardı. Hardan gəldi? Centri keçən kimi qapıya zərbə vurmayın. Yaxınlaşdım, bir alaca girdiniz zərbə meydançasına. Sonra zərbə vurun. Pasla. Pas və dribling. 6-5 hələ ki uduruq. Şansımızın da birini çıxartmışıq çölə. Burada da artıq az qalmışıq. Top dirəyə dəymişdi. Yəni burada fərq eləmir. Bu dəqiqə yəni uduzsaq belə yenə xal gələcək. Çünki biz 3-cü həftəyə keçid almışıq. Hər həftənin 4-cü günündən 4-cü gününə bura yenilənir. Əgər siz o 450 xalı qoymasanız, ikinci həftədən yəni artıq balansı itirmiş olacaqsınız. Hal-hazırda qabaqdayıq. (11-7) hesabı ilə gördüyünüz kimi qələbə qazandı. Gün ərzində hər gün qarşı atakda 5 oyun oynamaq lazımdır. Baxın, 1, 2, 3, 4, 5 oyun. Həm bu etkinlik xala yarayır. Bax, gördüyünüz kimi 5661 xalımız var orada. Etkinlik xalı. Hələ xərcləməmişik. Deməli,
Daxil oluruq lig bölümünə. Ödüllər bölümünü seçirik. Buradan topun aşağısından yenə 3 xətti seçirik. Activity puanına seçirik. Gördüyünüz kimi burada bir qələbəyə bizə 30 xal verdi. Bizim xalımız oldu 4315 xal. Sonra sezon axırında neçə xalla bitirməlisiniz? Mən sizə deyim. 2400 xalı hamı, bütün klan 100 nəfərin hamısı qoya bilməsə belə, minimum 2300 xalla qoymuş olsa belə, 2300. Qalan həftələrdə 1800 xaldan hesablayın. 1800, 3600, 5400, 5400, o da 2300. Deməli 7700 xalla, 7700 xalla Activity puanına daxil olursunuz. Artıq 3-cü həftəyə keçid almışıq. Gördüyünüz kimi burada bizim klanda çox dəyərli oyuncularımızdan Activity puanlarından. Ağsaqqal Məmmədov 6055 xaldan başçılıq edir. Bax Activity puanına. 8 City 6025 xal. Nəsibov 5885 xal. Hacı Murad 5880 xal. Azərbaycan 5815 xal. Fənərbağçı 5670 xal. Artıq 3-cü həftənin çox xalını qoymuş olurlar. Deməli biz burada daxil olacağıq ən axırıncı adama Activity puanından. Minimum, bax yenə deyirəm, minimum məsələn 7000 xal qoymayan oyuncu klandan çıxardılacaq və düşəcək 2-ci liqaya. Yəni yenə deyirəm, şərtlər çox sadədir. Udussaz belə, utsaz belə sizə qarşı atakdan, təkə-təkdən, texnik direktor modundan oynayacaq. Birinci klanda hər 3 modda oynamaq məcburidir ki, klan sıralamaya oynayır. İndi görək klan neçənci yerdədir hal-hazırda. Hal-hazırda liderlik tablosunu seçirik. Biz deməli burada ilk həftədən 10.000 cəfər gələnti artıq garantidir. 860.000 xalımız var. Buradan daxil oluruq ümumi sıralamaya. Ümumi sıralamada 131-ci yerdəyik hal-hazırda. Dünya sıralamasında 40-a qədər olan klanlar neynir? Klanlara alır, səhəri gün çıxardır deyən oyuncular bak şəklində xal artır. Burada da yəni bizdə belə bir şey yoxdur. Biz təmiz oynayan oyuncuları götürürük. Hiylə eləyən oyuncusunu tapan kimi çıxardırıq klandan, bir daha klana götürmürük. 5 oyun qarşı atak, 5 oyun təkə-tək, 5 oyun texnik direktor modu. Və burada oynadıqda da sizə bunlardan hər həftə cəfər verəcək. Aşağı videolarımızda göstərmişik. Mən də hal-hazırda oyunlarımı oynayacağam. Və mənim də xalım ən azından artıq 4200 etsə, 1800-də üstünə gələndə ən azından 6000 xalım olacaq bu sezonun axırında. Yəni çətin bir şey yoxdur burada. Burada daxil olacaqsan, bir daha deyim, bir oyun buradan təkə-tək oynayacaqsınız. Gəlib görəcəksiniz ki, burada hesablamanı düzgün şəkildə eləyin. Ödülləri seçəcəksiniz. 3 xətti yenə vuracaqsınız. Activate puanı seçəcəksiniz. Gəlib görəcəksiniz ki, təkə-təkdə artıq udussaz belə buradan sizə xal gələcək. Ən azından da çalışın ki, sezonun axırında heç olmasa çempion 10 ulduzdan bitirin. Hal-hazırda mən təkə-təkdə, 2 həftənin sonunda təkə-təkdə 5 ulduzum var hal-hazırda. Yəni oyunlarımı oynamışam. Burada yəni ikinci həftədən mən 15-ci yerdəydim Activate puanından. Bu həftə oynanamamışam ki, sizə göstərim. Yəni burada çətin bir şey yoxdur. Çətin, yəni udussaz belə, utsaz belə burada xallar gələcək. Amma çalışın, yəni siz elə bilməyin ki, o həmin xal 100 dənə də oyun oynasaz bu təkə-təkdən sizə 900 xal verəcək. 100 dənə də oyun oynasaz qarşı atakdan. Proqramla bütün işləyən insanları da nəzərə almışıq. 5 oyun qarşı atak, 5 oyun qarşı atak. 10 dəqiqə vaxtı alacaq. Təkə-tək maksimum vaxtı alacaq 40 dəqiqə. 5 oyun gündə. 5 oyunda texnik direktor modu, bu da sənin vaxtı alsın 40 dəqiqə. Yəni 1 saat yarım oyun oynasaz, 1 saat yarım gün ərzində siz artıq missiyanı bitirmiş olacaqsınız. Bizim başqa klanlarımız da var. Başqa klanlarda şərt biraz nisbətən bir az aktivitetdə aşağıdır. Məsələn 1500 xal. 1500-ü qoymaq istəməyənlər, yəni 1500-ü qoyan 1800-ü də qoymalıdır. Onun üçün də çalışın klan 1-də qalın. Klan 1-də ən əsas bu dəqiqə yəni biz çalışırıq ki, ən azından
70 nəfərin hamısı activate puanında deməli 7700 xalla bitirsin sezonu. 7000-dən aşağı xal qoyan, 7000-dən aşağı xal qoyan ikinci klana gedəcək. Uğurlar hər birinizə, irəli getməyə lazımdır. Sağ olun.